Ve çəkilişə gəldiniz. Qurban olum. Allah sizdən razı olsun. İşıqlandırın. Qoy bütün hamı bilsin. Hamı eşitsin. Bax, burada bax, evimiz bax, bu şüşəli yer var ha. Bu şüşəli yer var. O mənim evimdir. Bu yer. Bu mənim evimin yeri buradır. Bəli. Çörək almağa çıxdım. Çörək almağa çıxdım. Gəldim gördüm evimi bütün əşyalarla bərabər batırdılar. Dedilər ki, yaxşı, düzələcək. Bütün yenə çəkilişlər gəldi, ictimailəşdirildi. Allah sizdən razı olsun. İctimailəşdirildi. Dedilər ki, verəcək. Düz 2 il gözlədim. 2 ildən sonra bura tikilib təhvil verəndən sonra şirkət sahibi mən apardı verdi məhkəməyə. Məhkəməyə verdi ki, kupça mənim adıma olan, bu evdə olan kupçam ləğv olunsun. Hə, ləğv olunsun. Bu ləğv olunsun. Məhkəmə qərar çıxartdı ki, mən vətəndaşın kupçasını ləğv eləyə bilmərəm. Şirkət sahibi vətəndaşı ver, razı sal. Əmlakın evinə təmin etməlisən. Bu ay başına dönüm. Bu qaldı. O günləri martın 5-də ictimailəşdirdim. Gəldiniz. Çox sağ olun. Minnətdaram. Gəldiniz, çəkdiniz. Gəlim ki, bu gün gəliblər. Mən evdən çölə çıxmışam. Gəlib mağazamı tərkənə yerinə yeksən eləyim. Nəyə görə? Mən də vətəndaşam. Nəyə görə şirkət çağırıb mənə demədi ki, ay vətəndaş, məsələn, bura bir halallıq da lazımdır. Nəyə görə mənə demədi ki, ay vətəndaş, buranı təmizləməliyəm, sənin mağazanı uçurtmalıyam. Bir razılıq olmalıdır. Bir razılıq mən çağırdı mı? Razılıq aldı mı? Yox. Həyətimdə çadır qub atamın ehsanını eləmişim, yedim. Bax, bu həyətdə, burada mənim həyətim idi. Mənim öz deməyimlə 360 yox, bəlkə də 400 kvadrat idi. Amma məhkəmə ekspertiziyalar təyin elədi. Mərkəzi ekspertiziya gəlib təyin eləyib, çəkiblər, çıxarıblar ki, yox, Rahilə xanım, sizin eviniz 240 kvadratdır. Ev yox, cəhənnəm, 240 kvadrat. 240 kvadratlı evimi, əmlakımı mənimsəyən bir şirkət sahibi məni 5 ildir küçələrdə qoyur. 5 ildir nəyə görməkdir? Bu gün də gəlib mağazamı, bax, orada. Mağazamı çöküb, dağıdıb yerlə yeksan eləyir. Xanım, ümumiyyətlə siz bu məsələ ilə bağlı deyirsiniz ki, dövlət qurumlarına müraciət etmişəm. Məhkəmə prosesləri də davam etdirilir. Bəs buranın sahibi kimdir? Məlumat verilibmi sizə? Məlumat verilir ki, Rafael Qarayevdir. Alimsi şirkəti. Alimsi şirkəti. Alimsi şirkəti. İndi Avrasiya Konstruksiyası elə də adına gedir, ikisi adına gedir. Hə, bax Alimsi şirkəti Rafael Qarayev. Nə bilim, orada işi var, yanında işləyirdilər Ziya müəllim idi. Yaxından görmüsünüz Rafael müəllimi? Görmüşəm. Bəs bu məsələni deyən nə deyir sizə cavab olaraq? Görmüşəm, heç də qəbul eləmir. Əvvəllər evi dağıdan vaxtları görmüşdüm. Sonra elə ki tikintiyə bilmədik, bizi sakitləşdirdilər, yerin düzəltdilər. Bu tikintiyə başlayandan sonra tabii bizi qəbul etmədi. Bəs kompensasiya ilə bağlı nə deyiblər sizə? Kompensasiya ilə bağlı deyir, məhkəmə nə qərar çıxardarsa onda. Məhkəmənin qərarını gözlə də onda. Niyə dağıdırsan? Niyə mənim mağazamı da dağıdın? Məhkəmənin qərarı olmadan necə sökülə bilər bura? Qərar verilmədən necə sökülə bilər bəs bura? Bilmirəm. Niyə sökürlər? Nətər sökürlər? İş məhkəmədə ola. Sən vermisən məhkəməyə, iş məhkəmədən. Nəyə görə yerdə qalan dağıdırsan? Nəyə görə düzəldirsən? İndi bax, xahiş edirəm, çıxsın ortaya. Buranda bilmirəm kimsə. Deyir, bax, 9 milyona satır mənim evimin yerin. Mənim evim yeri 9 milyona satılıb. O alan şəxsdən xahiş edirəm, çıxsın ortaya. Təzyiq götürəcək. Mən yerimi imkan verməyəcəm. Mən məhkəmə qərarı çıxana qədər kimin xeyrinə çıxacaq. Axır ki, mən vətəndaşam, mən çöldə qalmayacam ki, bu yer istifadəyə verilməyəcək. Bu yeri nəyə görə istifadə verir? Almısan, sən get şirkət sahibinə denən ki, bu Rahilə xanımdır, Səbinə xanımdır, Əminə xanımdır, Nacilə xanımdır. Bunlar imkan vermirlər. Verməyəcək də, mən vətəndaşam, mənim əmlakım niyə mənimsiniz? Neçə nəfər burada ziyan çəkib? Burada 8 nəfər. 8 ailə, 8 ailə. Həmişə söz verirlər, xanım. Həmişə söz verirlər. Heç biri əməl eləmir. Nəsib rayon icra hakimiyyəti dəyişib. Onun qəbuluna getmişəm, qəbul eləmədi. Ay başında bəs hara gedir? Kimin qəbuluna gedir? Niyə qəbul eləmirsən? Niyə icazəsiz verir? Deməli icazəsiz, mənə icazə olmadan icazə vermişsən sökün deyə ona görə mən qəbul eləmirəm. 3 ildir mənim kirayə pulum da verilmir. Və mən vətəndaşam, mən niyə küçələrdə qalmalıyam? Mən nəyə görə dilənçilik eləməliyəm? Kimə müraciət edirsiniz burada? Burada müraciət edirəm, prezidentimizə müraciət edirəm. Polis idarəsinə Vilayət Eyvazova müraciət edirəm. Baş prokurorumuza, Kamran müəllimə müraciət edirəm.
bütün dövlət qurumlarına hamısa müraciət edirəm. Bu özbaşınalığa son qoysun. Bu cinayətkarların qabağı alınsın. Bu necə bu? Cinayətkarlıq deyil, vandalizmdir. Başa düşürsənmi? Bu vandalizmdir. Bu vətəndaşları prezidentimizin üstünə qaldırmaq bu siyasətdir. Bilirsiniz, çox maraqlıdır ki, evinizin kupçası var deyirsiniz. Var. Evimin kupçası Kupçası var. olan şəxsə əmlak gedir. Bunu necə sökə bilərlər? Çox Bilmirəm. maraqlıdır. İndi onu deyən yoxdur. Bir dənə dövlət qurumu ortaya çıxıb deyə bilmir ki, sən bunun əmlakı, mülkiyyətçi, belə nətər deyim, biz Ermənistan qaçqın olmuşuq. Ulu öndərimiz bizə 2001-ci ildə vətəndaşlıq hüququ verir. Toxunulmazlıq verdi bizə. Nəyə görə indi mənim prezident deməli İlham Əliyevin xəbəri yoxdur. Mənim prezidentimin xəbəri yoxdur ki, mənim prezidentimin xəbəri yoxdur ki, mənim toxunulmazlığımı qalmayıb da. Vətəndaşları prezidentimizə qarşı çıxartmaqdır. Nəyə görə vətəndaşlar çıxarsınız? Çünki mənim prezidentimin, Mehriban xanımın, yuxarıda oturan bütün dövlət qurumlarının xəbəri yoxdur. Xahiş edirəm, bax, bu şirkət sahibindən də kimdir bunun arxasında duran çıxsın, görsün ki, aşağıda oturanlar vətəndaşları nə zülm eləyirlər. Nəyə görə mənim biz 8 ailəni 5 ildir süründürür, gəlib son çörək götürürdüm oradan. Kiraya pulumu vermir. Nəyə görə mən mağazımda dağıtdı? Nəyə görə mənim mağazımı dağıtdı? Mən də geri çörəksiz qoldu. Nəyə görə mən? İcra hakimiyyəti nə deyir bu məsələyə? İcra hakimiyyəti gedirəm oraya, deyir mənim xəbərim yoxdur dağıtmaqdan. Necə yəni siz icra Nətər yəni başçısınız? çöldən bir daşı da götürəndə mən şirkətin qabağından bir dənə kubiki götürsəm bir araba ilə bircədən kubik alıb əlimdə aparsam, bütün dövlət qurumlarının xəbəri olar. Çünki Nətər bu sual boyda çıxır əmlakçı ortaya. sökür dağıdır, icra hakimiyyətinin xəbəri yoxdur. Var. Bir sual çıxır ortaya. Əgər buradan bir daşın üstünə siz demişkən, daş üstə qoysa, Bəli. həmən an töküləcək icra nümayəndələri Bəli. bura. Bəs bu boyda söküntünü görmürmü icra Hə hakimiyyəti? deyir xəbərim yoxdur. Bu gün getmişəm, Ələsgər müəllim qəbul eləyib, başçının qəbuluna qoymadılar. Ələsgər müəllim qəbul elədi. O da deyir mənim xəbərim yoxdur. Deyirəm nətər xəbər yoxdur ki, mən o boyda əmlak dağıtır. Şəhərin mərkəzində qıraq deyil ki. İcra hakimiyyəti elə oradan o kabinetindən baxanda görürsən bura. Bəs bu traktor bura öz başına gəlir. Öz başına gəlib. Demiş ki, saxlarıb, indi düşüb qaçıblar içindən. Bəli, istəyir maşın da var idi, bura yüklürdülər. Bəli, hələ yaxınlaşmışam, traktor sahibi deyir, bilirsən bunun sahibi kimdir, sən nə eyniyər? Sən torpağın altında qoyar. Sizə hədəliyir. Bəli, hədə qorxu gəlirlər mənə. Bilirsən bunun sahibi kimdir? Kimdir o Bir traktor? də müraciət elə. Traktor sürücüsü kimdir burada? Bilmirəm fil kimdir. İndi düşdü, qaçdı o tərəfə. Xahiş edirəm sizdən. Bir jurnalistlər bütün siz bu vətəndaşların qayğısına qalan yeganə bir varlıqsınız. Allah sizdən razı olsun. Xahiş edirəm mənim səsimi prezidentimizə, Mehriban xanıma, Vilayət Eyvazova, Kamran müəllimə, hamısını xahiş edirəm çatdırın. Bir də Nəsim rayon icra hakimiyyətinin öz başınalığına son qoysun. Mən gedirəm, qəbul eləmir. Bəli.